Azərbaycanın fiziki coğrafiyası haqqında gəlin ümumi bir son olaraq yekun məlumat da verim sizə. Demək, sərhədlərimizdə yerləşən coğrafi obyektlərə baxaq. Rusiyanın sərhəddə nələr görürük? Baş su ayırıcı silsilə, Sudur silsiləsi. Burada da Şollar düzü. Uşaqlar, burada yan silsilə var. Ən hündür zirvəsi Şahdağ 42-43. Bax, o sərhəddə yerləşmir. Həmişə testlərdə qabağınıza çıxır, diqqətli olun. Sərhəddə olanlar 2 dənə silsilə oldu. Baş su ayırıcı Sudur. Bir də burada Samur çayıdır sərhəddə və Şollar düzü. Burada da Mazım çay. Rusiya sərhədlərimiz bunlar. Keçək Gürcüstana. Mazımdır burada eyni zamanda həm də Gürcüstandan. Sonra Qanıq Qabırlı, Candar göl, Qarayazı düzü, Ceyrançöl. Ceyrançöl düzü düşdü burada Gürcüstan sərhədinə. Ermənistanla sərhəddə Gəncə-Qazax düzünün bir hissəsidir. Murğuz, Şahdağ silsiləsi, Göyçə, Qarabağ vulkan yaylası. Sərhəddə olmayanlar hansılardır? Murovdağ silsiləsi burada Qarabağ dağları. Qarabağ silsiləsi. Murovdağın ən hündür zirvəsi 3724, Qarabağ silsiləsinin ən hündür zirvəsi Böyük Kirs 2725 metr. Bu ikisi burada da Şahdağ silsiləsi. Yan silsilə daha doğrusu sərhəddə yerləşmədi. Bax, Şahdağ zirvəsi buradadır. O sərhəddə deyil, amma Şahdağ silsiləsi Ermənistan sərhədindədir. Bunu da qarışdırmayaq. Keçək burada Ermənistanla sərhədə, Dərələyəz, Zəngəzur. Bunlar da buradan Ermənistan sərhədini təşkil edir. İranla sərhəddə Araz çayını görürük buradan, düz bura qədər. Sonra burada Naxçıvanın düzləri var. Böyükdüz, daha doğrusu Sədərək, Şərur, Böyükdüz, Naxçıvan Böyükdüz, burada Gülüstan, Yaycı, Ordubad. 7 dənə düzənlikdir İranla sərhəddə. Burada da Araz çayı. İranla sərhəddə burada Gəyən, İncə, Hərəmi düzləri də var. Burada da Mil düzü var İran sərhədində. Bolqar çay, Talış silsiləsi, Astara çay. Şərqdə də Xəzər dənizi ilə sərhəddəyik. Baxın, buradakı düzənliklərə nə deyilirdi? Abrazyon düzənliklər, yəni dalğaların formalaşdırdığı düzənliklər. Şollar, Samur Dəvəçi, Yaşma, sonra Abşeron yarımadası ərazisi, Cənub-Şərqi Şirvan, Salyan, Lənkəran ovalığı abrazyon düzənliklərimizdir. Daha sonra ən uzun sərhədimiz də Ermənistanladır. Bu əraziləri də əhatə etdiyinə görə, baxın, ən uzun 1007 kilometr. Ən qısa sərhədimiz burada Türkiyə ilədir, Sədərək rayonunda. Bu qədər. Bir də sərhəddə yerləşən çaylarımız hansılar oldu? Samur, Mazım, Qanıq, Qabırlı, buradan Araz, Bolqar, Astara. Bunlar bizim sərhəddə yerləşən çaylarımızdır. Sonra Azərbaycanın silsilə və zirvələrinə də bir dənə buradan nəzər yetirəsi olsaq. Baxın, Böyük Qafqaz dağlarında 2 dənə əsas silsilənin adını çəkirik. Baş Qafqaz silsiləsidir burada, baş su ayırıcı dağlar, ən hündür zirvəsi Bazar düzü. Burada yan silsilə, ən hündür zirvəsi Şahdağ 42-43 burada. Bir də Yarıdağ, yan silsilənin 2 dənə zirvəsi var. Yarıdağ, Şahdağ. Yarıdağ 4116, Şahdağ 42-43. Bir də demişdik ki, Böyük Qafqaz dağları Baba dağdan sonra alçalmaya məruz qalıbdır. Dağa mələ gəlmə prosesləri bu hissədə zəifləyibdir. Ona görə burada alçaq dağlıq ərazilər var. Qovdağ, Niyaldağ, Ləngəbiz, Ələt tirələri burada yerləşir. Bu tərəfdə isə 4000 plus zirvələrdir, görürük. Sonra bir də ki, bax, Kür-Araz ovalığında da silsilələr var. Təkcə dağlarda olmur da, yəni burada da var. Daşüzdür, Xocaşendir. Demişdim, bunu daxla yadda saxlayın. Dax. Yəni ki, Daşüz, Acınohur, Xocaşen. Daşüzlə Xocaşenin ortasında Acınohur düzü var. Acınohur bizim arid denudasyon düzənliyimiz. Eyni zamanda burada Şorsulu Acınohur gölü də yerləşir. Mingəçevir su anbarının üstündədirlər. Palantökəndir burada. Çobandağ da Kür-Araz ovalığının ən hündür ərazisidir. 890 metr. Sonra Kiçik Qafqaza nəzər salsaq, Murovdağ silsiləsi var. Ən hündür zirvəsi Camış 3724. Sonra
əsas silsilələri qeyd edəcəm. Qarabağ silsiləsi ən hündür zirvə Kirs 2725, Qarabağ vulkan yaylasında Dəli dağ 3616, Dərələyəzdə Kükü 3120, Zəngəzurda Qapıcıq 3904. Burada da Talış dağları Kömürköy 2493, Qızılyurdu 2433 metr. Deməli, bizdə tektonik zonalar hansılar oldu? 5 dənə, onu da qeyd eləyək, 5 dənə tektonik zona. Bax, bura Ön Qafqaz tektonik zonası. Digər bu ərazilər Abşeron Qobustan daxil. Böyük Qafqaz tektonik zonası. Biraz xətti yuxarıdan çəkdim. Geriyə getsək. Bax, buralar Böyük Qafqaz tektonik zonasıdır. Baxın, buralar. Buradan aşağılar Qanğəriçay düzü daxil olmaqla, baxın buradan belə, buralar olur Kür tektonik zonası. Baxın, bu böyük ərazi hamısı Kür tektonik. Lənkəran ovalığı da Kür tektonik zonasına aiddir, qarışdırmayın. Ona görə deyirik ki, Lənkəran vilayəti 2 tektonik zonaya düşür. Kiçik Qafqaz tektonik zonası və Kür tektonik zonası. Sonra burada demək, bütün düzənliklərdir, bilirsiniz. Burada silsilələrdir, bunlar düşür Kürə. Kiçik Qafqaz tektonik zonasına, Kiçik Qafqaz vilayəti ilə yanaşı, həm də Dərələyəz, Zəngəzur, eyni zamanda Talış, Peştəsər, bax bunlar da Kiçik Qafqaz tektonik zonasına aiddir. Burada həmçinin Kiçik Qafqaz tektonik zonası gedir. Bu hissə isə 4 dənə düzənlik. Hansıları idi? Sədərək, Şərur, Böyükdüz, Naxçıvan. 4 dənə düzənliyimiz yerləşirdi Araz-Cavan platformasında. Bunlar da bizim oldu 5 dənə tektonik zonamız. Zonalarla vilayətləri qarışdırmayın. Kür vilayəti deyəndə Lənkəran ovalığı ora aid olmur. Lənkəran vilayəti, məsələn, Naxçıvan vilayəti deyəndə içində 2 dənə tektonik zona deyirik. Kiçik Qafqaz, Araz. Böyük Qafqaz vilayəti, bax, bunun hamısını əhatə eləyir. Amma tektonik zona deyəndə Ön Qafqaz ayrıca götürülür. Yəni, onlar ayrı-ayrı anlayışlardır. Silsilə və zirvələri bir də göstərsək ki, yan silsilənin deməli, ən hündür zirvəsi Şahdağ, baş su ayırıcı silsilənin ən hündür zirvəsi Bazar düzü, sonra Murovdağınki dedik Camışdır, Qarabağınki Böyük Kirsdir, Qarabağ vulkan yaylasınınki Dəli dağdır, sonra Şərqi Göyçəninki Kəti dağdır, Dərələyəzdə Qapıcıq, daha doğrusu Kükü, Zəngəzurda Qapıcıq, Talışda Kömürköy. Ən hündür zirvələri bir də qeyd elədik, əzbər öyrənin, əzbər, qəbulun 10 dənə sualı Azərbaycandır. Düzənliklərimizə nəzər salaqmı? Deməli, Ön Qafqaz tektonik zonasına aid olanlar 3 dənə coğrafi obyektin adını çəkirik. Şollar, Samur dəvəçi, Qusar mailinin bir hissəsi. Böyük Qafqaza aid olan düzənliklər. Abşeronda Təpəli Tirəli düzü, Yaşmanı qarışdırmayın. Yaşma bəzən elə bilirsiniz ki, Ön Qafqaza aiddir. Xeyr, Yaşma Böyük Qafqaz tektonik zonasınındır. Yazı yaylası Kiçik Qafqaz tektonik zonasınındır. Sonra Kürə aid olanlar Qanğəriçay. Kürün yeganə düzənliyidir ki, mülayim iqlimdədir. Acınohur, Ceyrançöl, Qarayazı, Gəncəqazaq, Qarabağ, Göyənincə, Hərəmi düzləri, Mil, Muğan, Salyan, Lənkəran, Cənub-Şərqi Şirvan. Kür tektonik zonasının düzləridir. Mil, Muğan haqqında bir dənə qeydimizdə nəzər salsaq. Baxın, bura Kürçaydır. Bu aşağıdan çəkdiyim Arazdır. Görürsünüz, Mil düzü Kürün aşağısındadır. Yəni, Kürün sağında, Arazın yuxarısında, yəni Arazın solunda. Necə oldu? Mil Kürün sağı, Arazın soludur. Amma Muğan düzü, görürsünüz, hər ikisinin aşağısındadır. Yəni, hər ikisinin sağındadır. Bu da testdə çox düşən mövzulardandır. Sonra Kürün solunda yerləşən 2 dənə düzənliyi qeyd eləsək, deyərik ki, Şirvan, Cənub-Şərqi Şirvan. Qalanlarına fikir versək, Ceyrançöl də həmçinin Kürün üstündədir, yəni solunda. Qalanlarına fikir veririk, bax, Gəncəqazaq, Qarabağdır, sonra Mil düzüdür, Muğan düzü, Səlyan düzü. Bunlar Kürün sağındadır. Amma bu Göyənincə, Hərəmi heç Kürə düşmür. Bunlar Arazın soludur.
Sonra Kürün solunda Şirvan, cənub-şərqi Şirvan, Ceyrançöl. Məsələn, Qanıq-Əliçay Kürün sahilində deyil. Görürsüz, o yuxarıdadır. Buna bir əlaqəsi yoxdur. Qarayazı düzünə fikir versək, o da Kürün solundadır. Uşaqlar, Qarayazı ilə bağlı bir-iki dənə qeyd edeyim sizə. Qarayazı qoruğu da var, düzü də var. Düz Kürün solundadır. Qoruğu isə Kürün hər iki sahilindədir. Qarayazı eyni zamanda Gürcüstan sərhədində yerləşir və Qarayazıda Kür boyu, bax burada, Tuğay meşələri qorunur. Qarayazı qoruğunda. Naxçıvanın düzlərindən bir də diqqət eləyirik. Bax, bu 4 dənə düzlənlik, 4 dənəsi Araz Cavan platformasındadır. Bu 3 dənəsi hara düşür? 3 dənəsi Kiçik Qafqaz tektonik zonasına. Bu da testdə çox rast gəlinən mövzu. Daha sonra zonaları burada bir dəfə də göstərir. Bax, Kür tektonik zonası. Kiçik Qafqaza fikir verirsiniz. Kiçik Qafqaz vilayətini, Naxçıvanı və Talışı əhatə eləyir. Kür Araz ovalığına da diqqət eləyib. Bax, burada Lənkəran ovalığı əsas məsələ. Elə bilməyin ki, o Kürə aid deyil. Kür tektonik zonasına aiddir. Sonra, gəlin bir dəfə də demək çöküntülərə nəzər salaq. Ən qədim süxurlar Paleozoyun çöküntüləridir bizdə. Ən qədim hardadır? Alt Paleozoy, Tovuz çay, Zəyəm çay, Əsrik çay. Kiçik Qafqaz tektonik zonasındadır. Bax, bir də təkrarlayıram. Ən qədim süxurlar Kiçik Qafqaz tektonik zonasındadır. Ən cavan süxurlar Kür tektonik zonasındadır. Bax, Tovuz, Zəyəm, Əsrik burada alt Paleozoy, alt A hərfi. Üst Paleozoy isə hardadır? Burada Sədərək qalxmasında, yəni Dərələyəz. Baxın burada üst Paleozoy, üst. Paleozoy başqa heç harda, görürsünüz, başqa heç harda Paleozoy yoxdur. Ancaq Tovuzdadır və Naxçıvandadır. Sonra keçirik Mezozoyun süxurlarına. Mezozoyun dövrlərini buraya yazsaq. Trias, Yura, Tabaşir. Mezozoyun 3 dənə dövrü var. Trias çöküntüsü ancaq və ancaq Naxçıvanda Dərələyəz. Ancaq buradadır. Sonra keçək, indi bax Triası dedik, qutardıq. Bunu dedik, buna bir dənə plus. Keçirik bu ikisinə. Yura, Tabaşir hardadır? Böyük və Kiçik Qafqazın yüksək və orta dağlığı. Görürsünüz, Baş Qafqaz silsiləsi. Yura. Görürsünüz, Kiçik Qafqazın yüksək dağlığı. Tabaşirdəki ondan biraz aşağı ərazilərdir. Görürük, Böyük və Kiçik Qafqazın haraları alçaq və orta dağlığı. Buralar. Deməli, bir də təkrar. Paleozoy ancaq Tovuzda, Naxçıvanda. Trias ancaq Naxçıvanda. Yura, Tabaşir, Böyük və Kiçik Qafqazın yüksək və orta dağlığında. Sonra keçdik Kaynazoy. Kaynazoyun da 3 dənə dövrü var. Paleogen, Neogen və Antropogen, yəni 4-cü dövr süxurları. Paleogen deyən kimi mənim ağlıma gəlir o dəqiqə Talış və Naxçıvan, görürük buralar. Ondan başqa Qobustanda da var bir damcı da burada var. Heç buna baxmasaq da bu testlərdə mən bunu görmürəm heç. Əsas buradır, bu 3 dənəsidir. Deməli, Paleogenda oldu Naxçıvan, Lənkəran, Talış, bir də Qobustan. Neogen çöküntüləri, belə bir dənə plus qoysaq. Üstəgəl çəksəm buradan. Üstəgəlin düşdüyü yerlər Neogen çöküntüləri Ceyrançöl, Acınoğur, Abşeron, Qobustan, Qusar Maylı düzənliyi və Talış dağlarında Brovar silsiləsi. 4-cü dövr çöküntüləri də bütün düzənliklərimizdə var, gördüyünüz kimi. Bir dənə də burada bunu qeyd edeyim sizə, testin sualı. Normalda bura hündür ərazidir. Ən hündür yeri Dəli dağı 3616, dağın başıdır. Kəlbəcər-Laçın bölgəsində. Bu dağın başında normalda dedik yüksək dağlıqda Yura, Təbaşir olur da, düzdürmü? Amma bura istisnadır, burada inversiya var. Niyə? Çünki vulkanlar püskürübdür. Cavan süxurlar, yəni ki, çıxıbdır dağın başına. Ona görə burada landşaftın inversiyası prosesi gedibdir. Əslində burada qədim süxurlar olmalı idi, amma vulkan püskürdüyünə görə cavan süxurlar var. Bu da belə. Sonra keçək faydalı qazıntılarımıza. Yanar faydalı qazıntılar, neftli qazdır. Bizdə harda var? Quruda. Bax, qaz yataqları çox asandır. Gəlin onun asan yolla deyim sizə. 2 dənəsi qurudadır, defislə olanlar. Qaradağ, Qobustan, Gürcən, Zirə. Sonra dənizdə olanlar baş hərflərlə demişdik. Şua, Şah dəniz, Ümid, Abşeron. Bunlar da dənizdə olan neft, daha doğrusu
qaz yataqlarımızdır. Cəmi 5 dənədir. Şahdəniz, Ümid Abşeron, Qaradağ, Qobustan, Gürcən, Zirə. Neft yataqlarımıza nəzər salsaq, əsas bizim, bax, 3 dənə neft yatağımız var. Əsas üçünün adını bilin. Azəri, Günəşli, Çıraq. Elə bir ki, biz bunların satışı ilə daha çox gəlir əldə edirik. Azəri, Günəşli, Çıraq neft yataqları. Baxın, başda üçünün adını qeyd ediblər. Bunlar. Sonra quruda olanlardan əsas ikisini yadda saxlayın. Mollakənd, Muradxanlı. Niyə bu ikisinin adını yadda saxlayırıq? Çünki əsas testdə ikisi düşür. Çünki bunlar fərqlidir. Bizdə əsasən neft, qaz yataqları Mezozoy erasındadır. Kaynazoy erasındadır. Bu ikisi fərqlidir. Bunlar Mığlar Mezozoy erasının, dövrünün süxurlarıdır, çöküntüləridir. Mollakənd, Çığda, Mollakənd Kürdəmirdədir. Baxın, burada Kürdəmir. Muradxanlı hardadır? İmişlidədir. Əsas bunları yadda saxlayın. Bir də uşaq yadda saxlayırsınız ki, Ceyran çöldə neft var. Bəzən elə bilirsiniz ki, orada neft olmaz. Siyəzəndə neft var. Sonra Səlyan, Neftçalada neft var. Bunlar belə. Sonra indi baxırıq. Baxın Şua, Ümid, Şahdəniz, Ümid, Abşeron dənizdə qaz yataqları, 2 dənə də quruda, Abşeronda qaz yataqlarımız var. Yanar şist hardaydı? Qobustanda, İsmayıllıdaydı əsasən. Ümumiyyətlə, Böyük Qafqaz deməli, tektonik qalxmasında əsasən çökmə mənşəli faydalı qazıntılar. Kiçik Qafqazda isə maqmatik, metamorfik mənşəli çökmə süxurlar üstünlük təşkil edir. Aha, gəlin indi əsas yaralı yerimiz. Baxaq, Dəmir filizinə görə Daşkəsən rayonu, Hamançay, Dəmiroğlu, Daşkəsən. Alinüta görə də Daşkəsən fərqlənir. Zəylik yatağı, Civiyə görə Ağyataq, Şorbulaq, Lövçay, Kəlbəcər, Gilgəsçay, Narcanlı, Laçında. Sonra molibdenə görə, bir dənə burada da qeyd olunubdur. Dəmirə görə Daşkəsən, Dəmiroğlu, Daşkəsən, Hamançay. Civiyə görə dedik, molibden. Onu o ilə yadda saxlayırıq. Molibden Ordubaddadır. Molibden Ordubaddadır. Polimetala görə də Naxçıvanı belə fərqləndirmişdik ki, Şığda gümüşlü, Şərurda gümüşlü. Bunlar Naxçıvanda olanlardır. Molibden, Parağaçay, Diyaqçay. Sonra qızıla görə yenə Kəlbəcər. Kəlbəcərdə yoxdur. Hər şey var maşallah. Zod, Qızılbulaq, Gədəbəydə Qoşa, Zəngilanda Vecnəli. Xroma görə yenə Kəlbəcərdə Göydərə, Laçında İpək. Qaradağ yatağı Gədəbəydə Mis. Sonra polimetal yataqları Böyük Qafqazın yeganə ərazisi Zaqatala, Balakəndi ki, yeganə ərazisi. Orada filiz mənşəli faydalı qazıntılar var. Filizçay, Katixçay, Kastaq, Mazımçay. Sonra bunları dedik. Bir də Ağdərə rayonunda da Mehmana, Kəlbəcər yazmağına fikir verməyin. Kəlbəcər bölünüb Ağdərədədir. Mehmana polimetal yatağı. Sonra xroma görə burada baxırıq Kəlbəcər, Laçın, alinüta görə. İşarələrə fikir verin. Baxın, elə xrom xıya oxşuyur. Bu alinütün işarəsidir. Misə görə, baxın, mis düzbucaqlı qara. Sonra bu molibdenin işarəsidir. Civə içi boş dairədir. Qızıl içi yarımçıq dairədir. Bunlar da deməli bizim qeyri-filiz faydalı qazıntılarımızdır. Sonra mineral bulaqlar. Deməli, Qaxda İlisu, Qəbələdə Bum, Qubada Cimi, Xaşı, Xaltan, Şabranda Qala altı. Burada eyni zamanda Ağzıbiçalı gölü də var, laqun mənşəli. Abşeronda Şıx Suraxanı, Şamaxıda Çuxuryurd, İsmayılı Bədo, Kəlbəcərdə İstisu, Laçında Minkənd, Şığlar Şığda, Tuş Su Şırlan Şuşada. Badamlı Şahbuzda, Babəkdə Bayxır Sirab, Culfada Darıdağ, Masallıda İstisu, Donüzütan Qotursu Ərkivan, Lənkəranda Meşəsu, Astarada Aşağı Ağ Körpü. Orta illik temperatur demişdik ki, Küraroz ovalığında 14,5, ən çox orta illik temperatur görürsünüz, cənnət kimi Kürdəmir, istidən yanır. Burada deməli Küraraz ovalığındadır ən çox. Görürük, bir də ki, Xəzər ətrafı ərazilərdir burada. Ən çox orta illik temperatur buradadır. Ən az orta illik temperatur yaşılla verilənlərdədir. Təbii ki, dağların başıdır, soyuq ərazilər. Yağıntılara görə təbii ki, ən çox Lənkəranı götürərik.
Lənkəranda maksimum yağıntı qeydə alınmışdı Ərkivanda. Ərkivan yox, daha doğrusu Lənkəranda Gəgiran kəndində maksimum yağıntı. Bir də ki, Böyük Qafqazın cənub ətəkləridir, ən çox yağış ora düşür. Sonra Kiçik Qafqazın ətəkləri, daha doğrusu yüksək və orta dağlığıdır, ən çox yağıntı bura düşür. Ən az Abşeronda Puta məntəqəsi, ildə 150-200 mm ən az bura düşür. Sonra Küraraz ovalığıdır, Samur Dəvəçi, Ceyran çöl Acınohurdur. Naxçıvanın düzləridir, ən az yağıntı alan ərazilərimiz. Radiasiyanı düzək. Ən çox radiasiya hardaydı? Naxçıvanın dağları. Ən az radiasiya hardadır? Yox, belə düzək əvvəlcə. Naxçıvanın dağları. Birinci, Naxçıvanın dağları. Sonra 6, Naxçıvanın düzləri, dağı, düzü. Sonra Böyük və Kiçik Qafqazın yüksək dağlığı, dağların başı. Qafqaz dağları. Sonra ən çox hardadır? Kür-Araz ovalığı. Kür-Araz ovalığı. Ən az hardadır? Təbii ki, buludlu yerlərdə Böyük Qafqazın cənub və şimal-şərq ətəkləri, Kiçik Qafqazın ətəkləri ən az buradadır. Bir də deyirəm, deməli necə düzdük? Naxçıvanın dağları, Naxçıvanın düzləri, Böyük və Kiçik Qafqazın başı, sonra Kür-Araz ovalığı. Ən az hardadır? Bulud harda çoxdursa, radiasiya ora səpələnərək düşür. Ona görə də ən az radiasiya olacaqdır dağ ətəyi bölgələr və Lənkəran. Sonra bizə gələn hava kütlələri. Baxın, arktik hava kütlələri 2 dənə olurdu. Biri dəniz arktik, yəni rütubətli arktik. Biri də quraq arktik. Dəniz arktik bizə buradan gəlir. Spitsbergen, Grenlandiyadan. Quru arktik hava kütlələri Barents və Kara dənizlərindən gəlir. Deyəcəksiniz ki, nətər olur ki, dənizdən quru gəlir. Ona görə ki, bunların üstü qışda buz bağladığına görə oradan bizə quru arktik hava gəlir. Mülayim hava bizə gəlir Azor adalarından, Şərqi Avropa düzənliyi, Qərbi Sibir. Buralardan mülayimi kontinentalı gəlirdi. Buradan isə mülayim dəniz hava kütlələri gəlir. Sonra Mərkəzi Asiyadan bizə gələcək, uşaqlar, bax bu yuxarıdan mülayim kontinental. Buralardan gələcək bizə, deməli, bu tərəflərdən Kiçik Asiyadan, buralardan cənub siklonları gəlir. Buralardan tropik hava, təbii ki, isti hava, yayda havanı isidir, qışda havanı isidir. Mərkəzi Asiya ölkələrindən bizə gələcək kontinental. Kontinental nə deməkdir? Yayda isidəcək, qışda soyudacaq. İqlim tiplərimizə baxsaq, ən gözəl, ən sevdiyim mövzu. Deməli, iqlim tipləri. Aha, bu nə xətt idi, çəkildi. Dəqiqə. Aha. Baxırıq ki, iqlim tiplərimiz neçə dənədir? Azərbaycanda 2 dənə iqlim qurşağı var. Deməli, subtropik və mülayim. Subtropik və mülayimin də bizdə 4 dənə tipi var, 9 dənə yarım tipi var. Baxın, yarım səhra quru çöl tipi 2 dənə yarım tipə bölünür. Baxın burada. Mülayim 3 dənə tipə bölünür. Mülayim 3 dənə tipə. Soyuq iqlim 3 dənə tipə bölünür. 3 dənə. Bir dənə də dağ tundradır. Onun tipi yoxdur, o bölünmür heç nəyə. Yarım səhra quru çöl. Bax, bu bir yazılan yerlər, isti quru ərazilərimizdir və İsti quru ərazilər, Naxçıvanda isə deməli digər yarım səhra quru çöldür. Bir-birindən fərqləndirən xüsusiyyət. Baxın, Kür-Araz ovalığıdır, Samur Dəvəçidir, Abşeron Qobustandır. Buranın yarım səhrası ilə Naxçıvanın yarım səhrasının fərqi ondadır ki, buralarda qış mülayim keçir, Naxçıvanda qış sərt keçir. Mülayimin 3 dənə tipi var. Baxın, qışı quraq keçən, yayı quraq keçən, yağıntıları il boyu bərabər paylanan. Soyuq da eyni şəkildədir. Yayı quraq keçən, qışı quraq keçən, il boyu bərabər yağıntılı olan. Yayı quraq keçən, mülayim isti iqlim hardaydı? Lənkəranda. Baxın burada. Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqi. Bərabər yağıntılı mülayim hardadır? Kiçik Qafqazda. Və burada Qusarmaylı düzənliyi ilə Böyük Qafqazın cənub-şərq ətəklərində. Qışı quraq keçən mülayim isti yenə buradadır. Böyük Qafqazın cənub-şərq ətəkləri ilə, burada cənub-şərq ətəklərlə cənub ətəkləri, Kiçik Qafqazın da dağ ətəyi əraziləri. Sonra soyuq iqlimin 3 dənə tipi var. Baxın, burada Naxçıvanda olan yay quraq keçən soyuqdur. Buralarda olan isə, bu 7 ilə verilən isə, Böyük və Qafqazda və Kiçik Qafqazda isə qışı quraq keçən soyuq iqlimdir. Baxın, bura qonaq kənddir.
Qonaqkəndə düşür və burada da Kiçik Qafqazın ətəklərinə düşür. Bərabər yağıntılı soyuq iqlim ancaq və ancaq Böyük Qafqazın cənub-şərq ətəyindədir, cənub ətəyindədir. Dağ tundra isə dağların başındadır, buralardadır. Bu da bizim iqlim tiplərimizdir. Sonra əsas iqlim diaqramlarına fikir verək. Ən çox yağıntı Lənkəranda 1402, 1036 deyən kimi bilin ki, Zaqataladan söhbət gedir. 572 deyən kimi Quba, 247 deyən kimi Bakı, 271 deyən kimi isə Naxçıvanı götürəcəyik. Uşaqlar, tutaq ki, rəqəm yadınızdan çıxıb, bilmirsiniz bu haranın diaqramıdır, adı da verilmir axı. O dəqiqə yağıntısına fikir verin. Görün ki, yağıntılar qışda az düşübsə, yayda çox düşübsə. Bilməlisiniz ki, söhbət gedir, deməli, mülayimin yayı yağıntılı olan tipindən. O da Böyük Qafqazdadır. Tutaq ki, bu 1402-də yadınızdan çıxıb hansı rayondur? Yağıntısına baxın, görün ki, ilin soyuq dövrləri yağıntı alıbdır. O dəqiqə bilmək olur ki, bu Lənkərandır. Sonra Naxçıvanda da 271 verilir. İndi onun diaqramı burada yoxdur. Orada da temperatur mənfiyə düşür. Aha, sonra nəyə baxırıq? Yenə iqlim tipləridir. Burada deməli, bəzən testlərə verir ki, buradan yuxarıya doğru deyir düzgünən. Düzəndə bu şəkildə düzəcəyik. Altdan yuxarıya doğru, tutaq ki, Mingəçevir su anbarından gedirik Böyük Qafqaza. Yarım səhra, qurut çöl, qışı quraq keçən mülayim isti, yağıntıları bərabər paylanan mülayim isti, il boyu soyuq, yağıntılı, sonra dağ tundra. Buradan altdan yuxarıya doğru tipləri düzəcəyik. Bəzən deyir ki, Tərtərçayın mənsəbindən, buradan mənbəyinə doğru iqlim tiplərini düz. Necə düzəcəyik? Burada 1 yazılan olacaq, yarım səhra, qurut çöl. Sonra gələcək 3 yazılan, qışı quraq keçən mülayim isti. Sonra 7 gələcək, qışı quraq keçən soyuq. Ən sonda da dağ tundra gələcək. Bu da testlərə çox düşən diaqramlarda skrin eləyib yadda saxlaya bilərsiniz. Çaylarımıza baxsaq, Azərbaycanın çayları bölünür hansı hövzələrə? Böyük Qafqazın şimal-şərqinin çayları. Samur, Qusar, Qudyal, Qara, Vəlvələ, Şabran, Gilgil, Ata əsasən qarpuzlaqla qidalanır, yayda yağıntılı olur, bol olur, bol sulu olur. Birbaşa Xəzərə tökülür, dərələrində də dağ çayları olduğuna görə kanyonvari dərələr yaradır. Samurdakı burada deməli sərhəddə axan çay idi. Abşeron Qobustan çayları bunlar yayda quruyur, Xəzərə çatmır. Birbaşa Xəzərə tökülən çaylardır. Sumqayıt, Ceyran keçməz, Pirsaat, Sitalçay. Pirsaat deməli Azərbaycan daxilində formalaşan ən uzun çaydır. Sonra burada da Lənkəranın çaylarıdır. Birbaşa Xəzərə tökülür və ilin soyuq dövrü bol yağıntı aldığına görə yayda az sulu olur. Bolqardır, Viləş, Lənkəran, Təngərut, Astara. Astara çay ilə Bolqar çay sərhəd çaylarıdır. Bolqar görürsünüz Xəzərə çatmır. Burada Mahmudçala bataqlığına tökülür. Və üzərində bunların da seslər var. Axımı tənzimlənən çaylardır. Naxçıvanın çayları, bu Arpa çay, Qarabağ vulkan yaylasından başlayır və gəlir burada tökülür Araz çayına və tranzit çay sayılır. Üzərində su anbarı var, axımı tənzimlənən çaydır. Sonra bunlar Arazın sol qolları sayılır, Araz çayının hövzəsinə aiddirlər. Bir də onu deyim sizə, diqqətlə qulaq asın mənə. Gilandır, Ordubaddır. Bir tektonik zonadan keçən çaylardır. Çünki Araz Cavan platforması bura qədər gəlirdi. Buradan sonra Gülüstan, Yaycı, Ordubad düzləri aid idi hara? Deməli, Kiçik Qafqaz tektonik zonasına. Ona görə testin sualı, bu çaylar bir tektonik zonadan keçir. Bu çaylar 2 tektonik zona, Lənkəranın çayları. Buradakı çaylar 2 tektonik zona, amma Abşeronun çayları 1 tektonik zona. Sonra Araz çayı 3 tektonik zona, yeganə çaydır ki, 3 tektonik zonadan axır. Burada Araz Cavan platforması, burada Kiçik Qafqaz, burada Kür tektonik zonası. Kür ən uzun çayımız olsa da bir tektonik zonadan axır. O da Kür tektonik zonasıdır. Diqqətli olun bu dediklərimdə. Buranın çayları, Böyük Qafqazın cənub ətəkləri 2 tektonik zona, Kiçik Qafqazın çayları 2 tektonik zonadan axır. Kiçik Qafqazın şimal-şərqinin çaylarına baxsaq, İncəsu, Ağstafa, Həsən, Tovuz, bunlar deməli gəlir, burada tökülür. Kürün sağ qollarıdır, burada tökülürlər Kürə.
Zəyimlə Şəmkir ikisi tökülürdü Şəmkir su anbarına. Sonra burada Ağstafadır, İncədir, Tovuzdur. Bunlar Ermənistandan başlayır. Ağstafa çay Pəmbək dağından başlayır. Ona görə də tranzit çaylardır. Tərtər çayı Qarabağ vulkan yaylasından başlayır. Gəlir burada 4 dənə rayondan keçir, tökülür Kür çayına. Kəlbəcər, Ağdərə, Tərtər, Bərdə rayonları ən çox situasiyaya düşən çaydır. Kürün ən böyük sağ qoludur. Hansı fiziki rayonlardan keçir desək, Qarabağ vulkan yaylası, Qarabağ dağları, Gəncə, Qazax və burada da Qazax Qarabağ, daha doğrusu Qazax Qarabağ və burada Mərkəzi Aran rayonlarından keçir. Yəni ki, fiziki rayonlarından. Hansı iqtisadi zonalardan keçir desək, Şərqi Zəngəzur, Qarabağ iqtisadi, 2 dənə iqtisadi rayon, 4 dənə fiziki rayon, 2 dənə tektonik zona, diqqətli olun. Sonra Kiçik Qafqazın cənub-şərqinin çayları, Tərtər, Xaçın, Qarqar, bunları aid eləyərik. Bunlar da Kürün sağ qollarıdır. Qarqardır, Xaçındır. Bunlar Ağdam rayonundan axır. Qarqar cənubundan, Xaçın Ağdamın şimalından axır. Gəlir burada Kür çayına tökülür. Köndələn çayı yağış suları ilə qidalanır. Araz çayına tökülür. Sonra burada Bəsit Oxçu Həkəri Arazın sol qollarıdır. Burada Zəngilan rayonundan axır Bəsit. Burada Bəsit çay qoruğu da var. Orada Şək çınarı qorunurdu. Uşaqlar, Naxçıvanın çayları və Qarabağ vulkan yaylasının çayları əsasən yeraltı sularla qidalanır deyirdik. Əsasən yeraltı. Amma Köndələn istisnaydı, Qarqar istisnaydı. Bunlar yağış suları ilə qidalanır. Burada Gilan istisnaydı, Qarbuzlaq suları ilə. Sonra burada Dəmiraparan çay istisnaydı, qar suları ilə qidalanırdı. Sonra burada deməli Kürün sol qollarına nəzər salaq, Kür hövzəsinin çayları. Deməli burada yuxarıda Qanıq Əyri çayın çayları, Mazım, Katex, Balakən çay, Muxaq, Kürmük, Kiş, Şin, Əyri, Əyri çay daxil olmaqla bunlar Qanıq Əyri çayın çaylarıdır. Əyri axır, görürük ki, ona görə adı Əyri çaydır. Əyrinin qolları Kişdir, Şindir. Daşlı, palçıqlı sellər yaradırlar. Kişdir, Şindir, Əyriyə tökülür, Əyri Qanığa. Digərləri isə Qanığa tökülür. Orada Qanıq çayı da burada Mingəçevir su anbarına tökülür, yəni Kürə tökülür. Sonra burada deməli bu çaylar Şirvanın çaylarıdır. Əlican, Türyan, Göyçay, Girdiman, Ağsu. Dedik ki, Girdiman Kürdəmirdə Kürə tökülür. Göyçay Ucarda, Zərdabda Kürə tökülür. Türyan Ağdaşda, Əlican Yevlaxda Kürə tökülür və Böyük Qafqaz dağlarından başlayırlar. Əsasən yağış suları ilə qidalanırlar. Yayda, suvarmada çox istifadə olunduqlarına görə Kür çayına çatmırlar. Bu da belə. Sonra Kür çayı haqqında nə deyə bilərik? Türkiyədən Qızılgədik dağlarından başlayır və Gürcüstandan keçərək Azərbaycanda Xəzərə tökülür. Ən deməli bol sulu vaxtı aprel, az sulu vaxtı sentyabr ayına təsadüf eləyir. Araz çayı isə Türkiyədə Bingöl silsiləsindən başlayır və ən bol sulu vaxtı maydır, az sulu vaxtı avqust ayına təsadüf eləyir. 3 tektonik zonadan keçir. Sabirabadın Suqovuşan kəndində Kür çayına tökülür. 1000 metri keçən 1000 kilometri 2 dənə yeganə çaydır Azərbaycanda. Burada qidalanmasına da baxaq. Qarbuzlaqla qidalananlar Böyük Qafqazın şimal-şərqin çayları idi. Samur, Qusar, Qudyal, istisnalar da Dəmiraparan, Gilan. Yeraltı sularla əsasən dedik ki, Tərtər, Türyan, Qanıq, Həkəri, Araz, Naxçıvanın çayları. Yağış suları ilə Abşeronun çayları idi, Lənkəranın çayları idi, Biləkdir, Lənkəranın çayları. Sonra burada Şirvan düzünün çayları, Ağsu, məsələn. İstisnalar Köndələn, İncə, Qarqar, bunlar da istisnalar idi. Azərbaycan gölləri, tektonik mənşəli göllərimiz A ilə başlayanlar idi. Acınohur və Ala göllər. Bunlar tektonik mənşəli idi və bax buradakı bütün göllər tektonik mənşəli. Laqum mənşəli yeganə gölümüz Ağzıbirçala, Şabran rayonunda.
Sonra Tufangöl yeganə buzlaq mənşəli gölümüzdür. Burada Qəbələdə, deməli Tufandağda yerləşir. Göygöl rayonunda Göygöl, Maralgöl, Uçqunbənd mənşəli göllərimizdir. Sonra Laçında Qaragöl yeganə vulkan mənşəli gölümüzdür. Laçın rayonudur. Bu ikisi isə Kəlbəcərdədir. Kəlbəcərdə yoxdur. Sonra Batabat Uçqunbənd mənşəli Şahbuz rayonunda Göygöl, burada 2 dənə Göygöl var. Biri Ordubadda, biri Göygöl rayonunda. Sonra Axmaz mənşəli göllərimiz, Kürün Axmazları. Bir dənəsi şirin suludur, Candar göl. Qalanları şor suludur, Ağgöl, Mehmana, Sarısu, Hacıqabul. Bunlar da belə. Bu da bizim göllərimiz. Şorsulu göllərimizdən biri də Acınoğurdur, tektonik mənşəlidir. Burada yerləşir. Deməli, Qaxla Şəkinin sərhədindədir, görürük. Bu Bənövşəyə ilə verilənlər şordur, qalanları şirin sulu göllərdir. Kanallarımız, ən uzun kanalımız Samur Abşerondur. Samur çayından çəkilibdir. Gəlir Ceyranbatan su anbarını doldurur. O da deməli Bakı əhalisini su ilə təmin eləmək məqsədi ilə tikilibdir. Sonra Mingəçevir su anbarından 2 dənə kanal çəkilibdir. Görürük ki, yuxarı Şirvanla yuxarı Qarabağ kanalıdır. Mingəçevir deməli, daha doğrusu Qarabağ kanalı yeganə kanaldır ki, su anbarından başlayır, su anbarına tökülür. Bura Bəhrəmtəpə su anbarıdır. Bəhrəmtəpədən 2 dənə də kanal başlayırdı. Muğanla Əzizbəyov. Muğan düzün burada suluyurlar. Baş Mil kanalı burada Mil Muğan su qovşağından başlayır. Mil düzün suluyur. Qarabağ kanalı da həm Mili suluyur, həm Qarabağı suluyur. Ən çox ərazi suvaran yuxarı Şirvan kanalıdır. Ən uzunu Samur Abşeron kanalıdır. Su anbarlarının xəritəsini doğru düzgün göstərə bilməyəcəm sizə. Burada nəzər salaq Xəzər dənizinə 3 dənə əraziyə bölünür. Bura şimal hissəsidir. Rusiyadır, Qazaxıstan bölgələrinə düşür. Bura mərkəzi hissəsidir. Burada cənubudur. Sonra deməli şimalında yerləşir, deməli Rusiyada Çeçen, Sueti, Qızlar körfəzi, Qazaxıstan hissəsində Buzaçi yarımadası, Manqışlaq yarımadası, Kulalı, Sueti, Durnev adaları, Aktau limanı. Sonra nəydən danışırdıq? Qazax körfəzi. Sonra bu hissələri Türkmənistandan əhatə eləyir. Burada ən duzlu körfəz Qarabağ-Özgöl körfəzidir. Bektaş limanı, Türkmənbaşı limanı, Türkmənbaşı yarımadası. Sonra Çələkən yarımadası, Türkmən körfəzi, Türkmənbaşı körfəzi. Bunlar Türkmənistanı əhatə eləyir. Bu aşağılar İrandır, gördüyümüz kimi. İranda Miyanqala yarımadasıdır, Ənzəli limanı, Qızılüzəndir, Səfidrud çaylarıdır. İrandan tökülür bura, Xəzərə. Sonra bizdə nələr var? Abşeron arxipelağıdır. İçində Pirallahı, Çilov, Qu, Neftaşları adalarıdır. Bakı arxipelağında Gil, Zirə, Suiti, Zəmbil adalarıdır. Ən dərin yeri Lənkəran çökəkliyidir, 1025 metrdir. Sonra bizdə var Qızılağac körfəzi eyni zamanda. Bir dənə də bir-iki dənə şey deyim ki, deməli uşaqlar, görürsünüz ki, yuxarısı açıq mavi rəngdədir. Çünki bura az dərinlikdədir və duzluluğu da aşağıdır. Çünki həm mülayim iqlimdədir, həm də buradan Volqa çayı töküldüyünə görə suyu şirindir. Dərbənd çökəkliyi Orta Xəzərə düşür. Lənkəran çökəkliyi Cənubi Xəzərə düşür. Ən dərin yeri cənubdadır, ən duzlu yeri cənubdadır. Çünki həm iqlimi quraqdır, həm də ki, buradan az çay tökülür. Xəzərə ən çox çay Azərbaycandan tökülür. Ən böyük çay isə Volqadır. Azərbaycanın landşaftlarına fikir versək. Demək, yarımsəhra landşaftında Kür-Araz obalığı idi, deməli, Abşeron yarımadasıdır. Buralarda boz torpaq, suvarma əkinçiliyi, rütubətlənmə əmsalı vahiddən kiçikdir, 0,3-dür. Kür-Arazı, Qobustan, Abşeronu, Naxçıvanı əhatə eləyir. Burada pambıqdır, quru subtropik bitkilər, taxıl, bostan bitkiləri becərilir. Quru çöl landşaftı nisbətən hündür əraziləri əhatə eləyir.
Rütubətlənmə əmsalı vahiddən kiçikdir. Açıq şabalıd torpaqlar, suvarma əkinçiliyi, Naxçıvan, Böyük Kiçik Qafqazın ətəklərini əhatə eləyir. Dağ-çöl landşaftı, deməli, tünd şabalıd torpaqlar, dəmiyə əkinçiliyi, Ceyrançöl, Böyük Kiçik Qafqazın 800 metrə qədər olan ərazilərini əhatə eləyir. Dağ-meşə landşaftımız 1800-2000 metrə qədər olan əraziləri əhatə eləyir. Meşə torpaqlarının altında qonur qəhvəyi torpaqlardır. Rütubətlənmə əmsalı vahiddən böyükdür. Dağ çəmənləri dağların başıdır. Subab çəmənləri 2700 metrə qədər olan əraziləri əhatə eləyir. Altında ibtidai çimli torpaqlardır. Aqroiqlim ehtiyatları məhduddur, çünki temperatur aşağıdır. Yay otlağı kimi istifadə olunur. Temperatur 10 selsidən aşağı olur. Rütubətlənmə əmsalı vahiddən böyük olur. Subnival-Lival landşaft isə deməli orta illik temperatur 5 selsidən aşağıdır. Dağların başını əhatə eləyir və deməli Böyük Qafqazda, Kiçik Qafqazda, Naxçıvanda rast gəlinir. Bir dənə də buna baxaq. Baxın, bura Böyük Qafqazdır. Böyük Qafqazda bütün landşaftlar bir-birini əvəz eləyir. Yarım səhra, quru çöl, dağ çöl, dağ meşə, subalp, alp, subnival, nival. Kiçik Qafqazda yarım səhra yox idi, başında da nival yoxdur. Naxçıvanda da meşə yoxdur. Onun əvəzində dağ çöldür, dağ kserofitdir. Talış dağları istisna olaraq düzən meşə ilə başlayır. Ortalarında quru dağ çöldür, dağ kserofitdir. Qoruq və milli parklara nəzər salsaq. Samur-Yalama burada Xaçmazdadır. Sonra Abşeron Milli Parkı buradadır və suiti qorunur. Pirquluda Qaraçöhrə idi. Qobustanda qaya üstü rəsmlər. Qobustan özü də Abşeron rayonundadır. Elə bilməyin ki, Qobustan rayonundadır. Şirvanda ceyran və su quşları, eyni zamanda da ceyranlar qorunur. Yəni bunu yadda saxlayın. Qızılağacda köçəri quşlar, Hirkanda demək relikt endemik bitkilər, Bəsitçayda şərq çinarı, Arpaçayda tarixi abidələr, Zəngəzurda dağ landşaftı və dərman bitkiləri qorunurdu. Sonra burada Qaragöldür, dağ landşaftı, Laçın rayonunda, Ağgöldə su quşları, Türyançayda ardıc və saqqız ağacı, Göygöldə qarmaqvari şam, xallı maral, bu çox düşür tezdə. Eldar şamı da relikt bitkidir. Relikt bitkilər bir Hirkanda oldu, bir də Eldar şamında. Qarayazı buradadır. Kürün həm sağında, həm solundadır. Qarayazı qoruğu, Tuqay meşələri qorunur. Zakatala qoruğu Balakən, Zakatala rayonları ərazisində idi. Dağ landşaftı idi. Bu da bizim qoruq və milli parklarımız oldu. Bu niyə belə düşübdür görəsən? Fiziki rayonları göstərmək istəyərdim sizə. Gəlin yox, belə göstərək. Samur Dəvəçi, Qonaqkənd. Burada Şamaxı, Abşeron, Qobustan, Qanıq, Əyriçay fiziki rayonlarımızdır. Böyük Qafqazın fiziki rayonlarıdır. Ortada yerləşəni yadda saxlayırsınız, Qonaqkənd. Sonra burada Talış, burada Lənkəran, burada deməli Günnüt Qapıcıqla Şərr Ordubad. 4 dənəsi Kiçik Qafqazdadır. Gəncə, Qarabağ dağlarıdır, Həkəri, Qarabağ dağları, burada Qarabağ vulkan yaylası, aşağıda Həkəri. Burada Qanıq, Əyriçay, Ceyrançöl, Acınohur, Qazax, Qarabağ, Arazboyu, Mərkəzi Aran, Küdri, Şirvan fiziki coğrafi rayonlarımızdır.